ki, necə qəşəng, necə gözəl, necə mehriban, necə xoşbəxt cavanlardır. Bir tuş əyləşin. Salam əziz izləyicilər. Bugün sizi Azərbaycan televiziyasının ən yadda qalan yeni il tamaşalarından birinin pərdə arxası ilə tanış edəcəyik. Evləri köndələn yar çəkilişlərində baş verən maraqlı hadisələr, aktyorların yaşadığı unudulmaz anlar və illərlə gizli qalan faktlar sizi çox təəccübləndirəcək. Hazırsınızsa, başlayaq. Bəylə gəlinin valideynlərinin sağlığına. Mən bəyin atası haqqında bir-iki kəlmə söz demək istəyirəm. Azərbaycan televiziyasının ən yadda qalan yeni il tamaşalarından biri olan Evləri köndələn yar, illər keçsə də tamaşaçıların sevgisini qazanmağa davam edir. Bu tamaşa təkcə maraqlı süjeti ilə deyil, həm də Karifey sənətkarlarımızın bir araya toplandığı unudulmaz ekran işi kimi yadda qalıb. Hər şey 1981-ci ildə başlayır. Həmin dövrdə Azərbaycan televiziyasının redaktoru olan Həbibə Məmmədxanlı yeni il şənliyi üçün fərqli və maraqlı bir tamaşa hazırlanması ideyasını irəli sürür. Bu təklifdən sonra məşhur yazıcı Anar tamaşanın senarisini qələmə alır. Maraqlıdır ki, Anar bu senarini həyatının ən ağır günlərində yazıb. O, valideynləri, Rəsul Rıza və Nigar Rəfibəylini itirdiyi dönəmdə yaşadığı ağır stresdən uzaqlaşmaq üçün bu əsər üzərində çalışırdı. Cavanların şadlıq günü olmalı. Belə olmalı. Biz isə bundan istifadə edirik. Özümüzü göstəririk. Var dövlətimizi nümayiş edirik. Eyb olsun. Niyə burada iştirak edirik? Özüm də bilmirəm. Nəysə. Ölçəli qızıma belə toy eləməyə olur. Elə də la. Sağ olun. Tamaşanın rejissorları Ramiz Həsənoğlu və Taryel Vəliyev olub. Musiqilər isə görkəmli bəstəkar Emin Sabitoğlu tərəfindən bəstələnib. Beləliklə, 1982-ci ildə Azərbaycan televiziyasında ilk dəfə yeni il şənliyi məhz Evləri köndələn yar tamaşası ilə qeyd olunur və ekran əsəri qısa zamanda böyük populyarlıq qazanır. Tamaşada Azərbaycanın ən məşhur aktyorları rol alıblar. Əliağa Ağayev, Yaşar Nuri, Səyavuş Aslan, Səməndər Rızayev, Telman Adıgözəlov, Fəxrəddin Manafov, Kübra Əliyeva və Ofeliya Aslan tamaşada yadda qalan obrazlar yaradıblar. Bağışlayın, üzr istəyirəm. Bax, mən yuxarı gedirdim, xanım qız. Eyb etməz. Aşağı düşüb bir də qalxarsınız. Bağışlayın, bu bilirsin nədir? Axı bu... Mən birinci mərtəbədə olmalıyam. Ən maraqlı məqamlardan biri isə bacı-qardaş olan Gülşən Qurbanova və Hamlet Qurbanovun tamaşada ər-arvad obrazını canlandırması idi. Darçınbəyim obrazını yaradan Afaq Bəşir qızı çəkilişlər zamanı 4 aylıq hamilə olub. Onun telefonda danışdığı səhnədə adları əvvəlcə A, sonra isə B hərfi ilə sadalaması isə aktrisanın öz tapıntısı idi və sonradan tamaşanın ən maraqlı detalları sırasında yer aldı. Filmdə Surxayzadə obrazını canlandıran Yaşar Nuri saç düzümünü və qrimini həmin dövrdə məşhur olan nağara ifaçısı Çingiz Mehdiyevə bənzədib. Hətta deyilənə görə, buna görə Çingiz Mehdiyev Yaşar Nuridən incimişdi. Yəni, yeməklərin naçəlniki deməkdir. Bir tamaşa kimi xahiş edirəm ki, qədəhlərinizi və badələrinizi doldurasınız. Xahiş edirəm sizdən. Hazır. Buyurun. Əziz qohumlar, mehriban dostlar, bugün bizim şadlığa gələn qonaqlar. Bugün xüsusi bir axşamdır. Tamaşanın maraqlı səhnələrindən biri də Fəxrəddin Manafov ilə Firəngiz Mütəllimova arasında çəkilən epizod olub. Rejissor Ramiz Həsənoğlu aktyora Firəngizi qəfil öpməyi tapşırır.
Firəngiz Mütəllimova sonradan müsahibələrinin birində bildirib ki, bu səhnə tamamilə gözlənilməz olub və o, hətta həmin anda ağlayıb. Aktrisanın qəfil qucağa alınması da əvvəlcədən planlaşdırılmayıb. Tamaşanın çəkildiyi məkanlar da bugünə qədər tamaşaçıların marağına səbəb olur. Köndələn binalar ASTV-nin arxasında yerləşirdi. Mərcan obrazının geyindiyi dublonkalar isə tamaşadan sonra Bakıda böyük dəbə çevrilmişdi. Kamilin Reyhanın şəkillərini çəkdiyi məkan indiki Statistika Komitəsinin qarşısı idi. Məşhur lift səhnəsi də həmin binada lentə alınıb. Çok güzel keçir. Liftiniz saat 12'ye dönüştü. Liftiniz? Yok, bütün gecəni və bütün səhəri. Biz də ancaq saat 12'ye dönüştük. Liftçi yenə uduzdu. Tamaşanın ən yadda qalan səhnələrindən biri isə şübhəsiz ki, Yaşar Nurinin rəqs etdiyi epizoddur. Bu səhnə illər keçsə də sosial şəbəkələrdə və televiziya proqramlarında tez-tez paylaşılır. Digər maraqlı hadisə isə Səyavuş Aslanın çəkiliş zamanı qəfil şəkildə Əliyağa Ağayevi tez-tez öpməsi olub. Bu vəziyyət Əliyağa Ağayevi əsəbləşdirsə də, həmin anlar kamera tərəfindən lentə alınır və səhnə tamaşada saxlanılır. İlham Namiq Kamalın canlandırdığı Paşa Paşayeviç obrazına əvvəlcə məşhur aktyor Hacıbaba Bağırov dəvət alıb. Lakin o bu roldan imtina etdikdən sonra obraz İlham Namiq Kamala həvalə olunub. Maşallah! Gün hayallan çıxıb üzüyü təraşir etdirmisən. Olmuşsan konfet kimi oğlan. Gel belə eləyək. Aparım sənə bir antika yerə. Elə bir kəkatulu çay içəsən ki, ömrün boyu dadı damağımdan getməsin. Yanında limonu, o gilas, ağ gilas var idi istəyəcək. Sən şaftalı varinəsindən danış, əncir varinəsindən danış, pirojnadan, tortdan, şəkərburadan danış. Yanındadan Şirvan kar yakından danış. Aydan, aydan, oy. Tamaşadakı bazar səhnəsi isə Bakıdakı məşhur Pasaj bazarında çəkilib və həmin görüntülər dövrün Bakısını əks etdirən nadir kadrlardan hesab olunur. Aradan tam 28 il keçəndən sonra rejissor Ramiz Həsənoğlu Evləri Köndələn Yar tamaşasının davamını çəkir. Yenə də ssenari müəllifi Anar olur. Yeni ekran işi əvvəlki tamaşadakı hadisələrin davamı kimi təqdim edilir və tamaşaçılar tərəfindən maraqla qarşılanır. Siz də bu cür maraqlı film sirləri, aktyor həyatı və unudulmaz Azərbaycan filmləri haqqında videolar izləmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın.